Salam əziz abituriyentlər, mən Azər müəllim. Bugün də buraxılış imtahanında, ali məktəblərə qəbul imtahanında qarşınıza 100% çıxa biləcək bir sualın izahatı ilə qarşınızdayım. Sualımız belədir. Choose the correct variant. He put no limit on the amount we could spend. Sualımızı incelədiyimizdə görürük ki, bu sual solu, neitherlı, eitherlı, tulu cümlələrə aid bir sualdır. Sualı tərcümə etmədən, vaxt itirmədən doğru cavabı tapacağıq. Bunun üçün ilk növbədə biz açar sözümüzü tapmalıyıq. Bu cümlədə bizim açar sözümüz nodur. Bu tip cümlələrdə əgər birinci tərəf inkardırsa, inkar cümlədirsə, ikinci tərəf, yəni ikinci cümlə neitherlı və ya eitherlı cümlə olmalıdır. Yox, birinci cümlə müsbət cümlədirsə, inkar cümlə deyilsə, ikinci cümləmiz solu və ya tulu cümlə olmalıdır. Bizim birinci cümləmiz inkar cümlədir. Demək, ikinci tərəfimiz neitherlı, eitherlı cümlə olmalıdır. Ona görə də avtomatik olaraq biz burada A variantı ilə D variantını çıxırıq. Yerdə 3 dənə bəndimiz qaldı. Bəs sizcə bunlardan hansı doğrudur? Bu zaman ikinci qaydamıza keçirik. Birinci cümləmiz hansı zamandadırsa, ikinci cümləmiz də həmin zamanda olacaq. Bizim birinci cümləmiz keçmiş zamandadır. Biz bunu hardan bildik? Put sözündən bildik. Put qaydasız feildir və hər üç forması eyni olur. Put, put, put. Bəs biz hardan biləcəyik ki, put indi keçmiş zamandadır? Burası da çox önəmlidir. Bu zaman keçirik üçüncü qaydamıza. Burada he, mübtədamız hedir. Yəni üçüncü şəxsin tərkindədir. İndiki zamanda, yəni indiki sadə zamanda üçüncü şəxsin tərkində bizim əsas feilimiz nəqli cümlədə S almalıdır. Yəni bu cümlə indiki zamanda olsaydı, bu olacaqdı he puts. Burada he puts demir, yəni S yoxdur. Demək ki, bu cümləmiz keçmiş zamandadır. Keçmiş zamanda olduğu üçün B variantı, Y variantı yanlışdır. Bizim doğru variantımız C variantı olur. Neither did I.